Deməli, baxın, birinci burada new vardı. New vurduğumuz zaman yeni deməkdir. Yeni bir Excel sheet açır. Sheet, səhifə və sheet eyni şeydir. Bəli. Excel səhifəsi açır. Baxın, burada da yazılır. Blank workbook. Vurduğum zaman yeni bir Excel sheet açılacaq. Bunun bir başqa yolu isə Ctrl End. Yenə də açır. Tamam. Ctrl nə? N. Bəli, N hərfi. Onu da necə yadınızda saxlaya bilərsiniz? Bütün burada başlıqlarda hamısında ingilis dilindən öz başlığını gətirir. Məsələn, Ctrl N. N nədir? New. New-dan götürür. Ctrl C. C nədir? Copy-dən götürür. C hərfindən copy. Ctrl deyək ki, başqası olsun. V indi P ilə götürmür. Əslində o paste ilə götürməlidir. Prosta value ilə götürür. Ona görə V deyir. Cat yenə Ctrl X ilə götürür. Çünki Ctrl C istifadə olunduğu üçün. İki üçü fərqli olmalı, qalan hamısı eynidir. Tamam. İndi open deyək, başlayaq. Bunu silək, bu da ehtiyac yoxdur mənə. Əla. Exceldə hər bir əməliyyatın özünün bir dəyəri var. Dəyər nə deməkdir? Məsələn, mən bura 5 yazıramsa və bura Şəmalə yazıramsa, buna baxaq. 5 hansı tərəfdədir? Sağ tərəfdə. Bəli.